Güclü olmaq üçün mütləq öz gücünü artırmaq lazım deyil. Başqa bir strategiya variantı rəqibləri zəiflətməkdir. Məhz bunu Trump edir. İtaətkar İsrailin əli ilə İrana zərbələr endirir. Və Donald Trump yalan danışmır. O, həqiqətən də Amerika Birləşmiş Ştatlarını xilas edir. Qlobal böhranda sağ qalmaq uğrunda rəqabət. Trump yalnız İranın qorxulu nüvə silahı barədə aldadır. Amma Amerika Birləşmiş Ştatlarının hakimiyyəti öz müdaxilələrini əsaslandırmaq üçün nağıllar uydurmağa məcburdur. Məhz buna görə də İranın nüvə təhdidi barədə nağıl ortaya atıldı. Amerikalılar istənilən dövləti tərəddüdsüz zəiflədə və ya tamamilə məhv edə bilərlər. O, böhran şəraitində sağ qalmaq uğrunda mübarizədir. Burada nə dostluq, nə də mərhəmət var.